Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Növbəti dərsimiz, yəni test izahımız çoxmənalı və anonim sözlər haqqında olacaq. Birinci testdən baxaq. Məna taylarından biri isim, digəri feil kimi işlənə bilməyən anonim istəyir bizdən. Çürü sözü feil kimi və isim kimi anonim ola bilir. Əgər biz balığın çürüsünü nəzərdə tuturuqsa, bu isim olacaq, isim kimi anonimliyi bildirir. Lakin çürümək feili də var dilimizdə. Qarı çürüyürlər, təmizləmək mənasında deyirlər ki, qar çox yağanda qarı çürü. Bax, o çürümək isə feildir. Yəni, həm feil, həm də isim kimi anonimlik xüsusiyyəti var. Daha sonra kök sözüdür. Kök sözünün sifət kimi, isim kimi, bir də digər məna tayı da isim kimi. Yəni, iki isim, digər isə feil kimi anonimlik xüsusiyyətinə malik ola bilir. Sifət mənası, məsələn, kök adam, isim mənası, ağacın kökü mənası, bir də yediyimiz tərəvəz olan kök nəzərdə tutulur. Bu da isim kimi anonimlik təşkil edir. Həm isim, həm də sifət kimi. Cavab variantımız B variantı olacaq. Çünki deyir ki, həm feil, həm də isim kimi işlənə bilməyən söz olsun. Bu da uyğun gəlir kök sözünə. Yol sözü bir yolmaq, təmizləmək mənasında. Məsələn, çiçəkləri, gülləri yolmaq, alaqları yolmaq. Bir də getdiyimiz yol mənasında işlənə bilir. Eyni zamanda üsul mənasında da isim kimi işlənə bilir. Bu halda da anonimliyi var. Həm feil kimi, həm də isim kimi. Tala sözü də bir meşəliyin arasında açıq yerə deyirlər tala. Bir də talamaq, yəni oğurlamaq, əlində olan hər şeyi almaq mənasında işlənə bilir feil kimi. Cavab variantımız olacaq kök sözü. Məna tayları eyni nitq hissəsinə aid olan anonimlər cərgəsini göstərin. Eyni nitq hissəsi istəyir. Çürü sözünü dedik, həm isim, həm feil kimi işlənə bilir. Biz sözü birinci şəxsin şəxs əvəzliyi cəmi, əvəzlik kimi işlənə bilir. Bir də biz aləti, yəni ayaqqabı tikmək üçün və yaxud da bərk materialları tikmək üçün istifadə olunan alətə deyirlər biz. Bu həm əvəzlik, həm də isim kimi işlənə bilir. Yaz sözü də feil kimi və fəsil adı kimi işlənə bilir. Yəni, həm feil, həm də isim ola bilir. Ona görə A variantını çıxırıq. Dolu sözü sifət olaraq, bir də buz yağırı, yağış kimi ona deyirlər dolu. Həm isim kimi, həm sifət kimi işlənə bilir. Yaş sözü insanın yaşı, bir də yaş yer sifət mənasında işlənə bilir. Tala sözünü də yuxarıdakı testdə izah etdim. Ac sözü acımaq mənasında işlənir. Bunun başqa mənası sifət mənasında da işlənə bilər. Məsələn, ac adam. Daha sonra aşıq sözü hər iki halda isimdir. Bir saz çalan adam mənasında, bir də aşıq sümüyü olur. Hər ikisi ad bildirdiyinə görə isim kimi götürürük. Kök sözünü də yuxarıdakı testdə izah eləmişəm. Cavab variantımız olacaq B variantı. Avar, bir avar çəkmək mənasında. O qayıqlarda avarlar olur. Qayığı hərəkət etdirmək üçün suyun içərisində taxtadan istifadə olunur. Ona deyirlər avar. Həm isim kimi, həm də digər mənası da isimdə onsuz da. Avar xalq adıdır, millət adıdır. Avar xalqı isim kimi işləndir hər iki mənası. Top sözü həm silah mənasında, həm də oynadığımız top mənasında isimdir. Şam sözü də şam yeməyi, yanan şam. Bir də ki, şam ağacları var. Bunların hər biri də məna tayları nitq hissəsi olaraq isimə aiddir. Ona görə də cavab variantımız olacaq B variantı. Nümunədə fərqləndirilmiş sözlər bir-biri ilə münasibətdə nə sayılır? Şücaətəm, yaram dərin yaradı. Nə təbibim, nə dərmanım yaradı. Biri yaradır mənasında işlənir. Yara, yəni əldə olan cızıq və yaxud da ələ yara düşür, ayağa yara düşür. Yəni yarılır, parçalanır, yara olur. Digəri isə yaramaq feilidir. Yəni işə yaramaq mənasında işlənib burada. Hər ikisinin başlanğıc forması daha doğrusu yara sözünə uyğun gəldiyinə görə yaramaq. Hər ikisinin başlanğıc forması yaramaq sözünə uyğun gəldiyinə görə biz bunları anonim sözlər kimi götürə bilərik. Ona görə cavab variantı olaraq B variantını seçəcəyik. Daha sonra 4-cü suala baxırıq. Qapı açıldı,
Könlüm açıldı cümlələrində fərqləndirilmiş sözlər bir-birlərinə münasibətdə nə sayılır? Qapının açılması həqiqi mənadadır. Könlüm açıldı isə məcazi mənada işlənib. Biz dedik ki, bir mənası həqiqi, digər mənası ona bənzərlik əsasında yaranmış məcazi mənadırsa, bunu biz çoxmənalı sözlər götürürük. Sillogizmi tamamlayın. Sillogizmi tamamlayaq. Amonimlərdən fərqli olaraq çoxmənalı sözlər Amonimlərdən fərqli olaraq çoxmənalı sözlər məcazi məna əsasında yaranır. Kəndin qolu birləşməsində qol sözü məcazi mənada işlənmişdir. Demək ki, kəndin qolu birləşməsində qol sözü çoxmənalı sözdür. Sillogizmdə biz verilən iki fikrin ümumi cəhətini götürürük. Yəni, oradan ortaqlı nə fikir çıxardırıqsa, həmin fikri sillogizmin 3-cü bölməsinə, bəndinə yazırıq. Ona görə cavab variantımız olacaq C variantı. 6-cı suala baxırıq. Məna tayları eyni nitq hissəsinə aid olan amonimlər cərgəsini müəyyən eləyin. Burada da cavab variantımız olacaq A variantı. Avar sözün bayaq izah elədim, hər ikisi isim mənasındadır. Aşıq sözü də onun kimi, top sözü də onun kimi. Hər üçü eyni nitq hissəsinə aid olan amonimliklər təşkil edirlər. Ona görə cavabımız A variantı olacaq. Dolu sözü, şam sözü izah eləmişəm bunları. Çat sözünü izah eləyim. Çat bir çatmaq, bir də dəridə və yaxud da hər hansısa bir parçanın üzərində ya da bərk suğurun üzərində çatlar əmələ gəlir. Bax, ona deyirlər. Çat da isimdir. Daha sonra B-də kök sözünü izah eləmişəm. Divan sözü. Divan sözü bir şeirlər toplusuna deyilir. Bir də oturduğumuz divan. Bunlar amonimdilər. Eyni zamanda sarı sözü üç nitq hissəsinə aid amonimliyi var sarı sözünün. Bir feil kimi sarmaq. Daha sonra istiqamət bildirən qoşma kimi, məsələn, deyirəm mənə sarı gəl. Bir də sarı rəng bildirir. Rəng bildirdiyi halda da sifət olacaq nitq hissəsi olaraq. Bu da eyni nitq hissəsinə aid deyil amonimlikləri. Daha sonra D-yə baxırıq. Ayaq sözünün ümumiyyətlə amonimliyi yoxdur. Diş sözünün də amonimliyi yoxdur. Baş sözünün də amonimliyi yoxdur. Bu sözlər çoxmənalı sözlər kimi işlənən sözlərdir. Cavab variantımız olacaq A variantı. 7-yə baxırıq. Biri isim və feil kimi işlənə bilən amonim sözdür. İsim və feil kimi işləndiyi halda biz cavab variantı A-nı götürəcəyik. Niyə? Çünki ağrımaq həm hərəkətin adı, yəni ad olaraq ağrı prosesin adını deyirik biz. Eyni zamanda ağrıma prosesinin özünə də ağrı deyirik. Yəni, bu həm feil kimi, həm də isim kimi işlənə bilir. Deyirəm ki, ayağımda ağrı var, nə var? Bir də deyirəm ki, ayağım ağrıyırdı, nə edirdi? Həm feil kimi, həm isim kimi işlənə bilir. Ona görə cavabımız olacaq A variantı. Ləpə sözü. Dənizin ləpəsi, bir də bildiyimiz çərəz ləpə. Bunlar amonimdirlər, hər ikisi isim mənasında işlənir. Biz sözünü izah eləmişəm. Mürəkkəb sözü də sifət kimi, məsələn, rəng də bildirə bilər, eyni zamanda çətinlik də bildirə bilər. Çətin kimi işləndikdə mürəkkəb mənasını verir. Necə məsələ, məsələn, mürəkkəb məsələ. Bir də deyirəm ki, mürəkkəb, məsələn, bu qələmlərin içərisinə tökülən maddə var, maddənin adıdır. İsim kimi də işlənə bilir. Ona görə bunu da biz sifət və isim kimi işlədə bilirik. İsim və feil kimi işlədiyinə görə də cavabımız olacaq A variantı. 8-ə baxırıq. Eylerven diaqramına əsasən doğru fikirləri müəyyən eləyin. Qol və şam sözlərini istəyir bizdən. Həm amonim, həm də çoxmənalı sözdür. Qol sözü, bəli, həm amonim kimi işlənə bilir, həm çoxmənalı kimi. Amonim kimi işləndikdə əl mənasında, qələbə olan o futbolda vurulan qol mənasında bir-birinə əlaqəsi yoxdur da bunların. Amonimdir. Eyni zamanda imza mənasında da məna tayları amonim kimi götürülə bilər. Amma məsələn, insanın qolu, çayın qolu, ağacın qolu bu tipli birləşmələrdə işlədirəmsə, bunlar artıq məcaziləşirlər və çoxmənalılıq yaradırlar. Şam sözü isə ancaq amonim sözlər kimi işlənə bilir. Yəni, çoxmənalı kimi işlənə bilmir. Həm amonim, həm çoxmənalı sözdür. Birə aiddir yalnız. O da qolun altından yazılıb, qola aid olduğuna görə qolun altından yazılıb, alt hissəsindən yazılıb. Ona görə bunu biz düz götürürük. Məcazi mənada işlənə bilmir. Bu 2-də yazılmalı idi. Çünki biz şam sözünü məcazi mənada işlədə bilmirik. Ona görə 2-ni yanlış götürəcəyik. Çoxmənalı sözdür. Amonim söz kimi işlənə bilmir. 3, baxaq. Deməli, çoxmənalı sözdür, amonim kimi işlənə bilmir. Bu heç birisinə aid bir fikir deyil. Çünki qol sözü həm çoxmənalıdır, həm amonim kimi işlənə bilir.
Şam isə amonimdir, çox mənalı söz kimi işlənə bilmir. Ona görə bu heç birinə aid fikir deyil. Həm leksik, həm qrammatik mənaya malikdir. Hər ikisi. Həm leksik, həm qrammatik mənaya malikdir. Ortaqlı verildiyinə görə 4-ü də düz götürəcəyik. Amonim sözdür, çox mənalı söz kimi işlənə bilmir. Bəli, 5 də düzdür. Cavabımız olacaq 1, 4, 5 D variantı. 9-cu suala baxırıq. Klasteri tamamlayın deyir. Biz sözü verilib, ağrı və çürü sözləri məna tayları müxtəlif nitq hissələrinə aid olan amonimlərdir. Biz sözünü də demişəm, ağrını da demişəm, çürünü də demişəm. Deməli, çürü sözü feil kimi, isim kimi işlənir. Biz sözü əvəzlik və isim kimi işlənə bilir. Ağrı sözü də feil və isim kimi işlənə bilir. Burada elə bir söz yazmalıyıq ki, ayrı-ayrı nitq hissələrinə aid amonimlik xüsusiyyətinə malik olsun. Bu da olacaq inci sözü. Bir incimək, bir də mirvari mənasında işlənir. Hər iki halda biri isim kimi işləndi, digəri isə feil kimi işləndi. Ona görə də B variantı daha çox uyğun gəlir. Şam sözü ümumiyyətlə isim kimi işlənə bilir. Amonim məna taylarının hamısı isimdir. Bağ sözü də onun kimi, top sözü də onun kimi. Ona baxaq. Hansı söz amonim deyil? Çaxmaq. Bir çaxmaq daşı olur. Məsələn, çaxmaq yandırmaq üçün olan bir şey, yandırmaq üçün olan əşya. Buna biz çaxmaq deyirik. Bir də nə isə yerə çaxmaq, yəni sındırmaq, dağıtmaq mənasında. Biri feildir, digəri də isim kimi işlənir. Amonim sözdür. Alışmaq sözü bir yanmaq mənasında, digər mənası isə öyrəşmək mənasında olur. Hər iki halda amonim kimi götürülür. Dimdik sözü vurğusunu dəyişəndə mənası dəyişdiyinə görə biz bunu amonim söz kimi götürməyəcəyik. Çünki biz demişdik ki, amonimlərin deyilişləri də eyni olmalıdır. Amma dimdik sözü vurğusuna görə fərqlənən sözdür. Vurğusu birinci hecada olanda dimdik, zərf mənasında işlənir. İkinci hecada olanda isə dimdik, yəni quşun dimdiyi mənasında işlənir. Bu da isim olur. Vurğularına görə fərqlənirlər. Vurğuları fərqli yerlərdə olanda fərqli mənanı verirlər. Yəni biz bunların deyilişini eyni götürmədiyimizə görə, eyni olmadıqlarına görə amonim deyə bilmərik bu sözlərə. Cavabımız olacaq B variantı. Keçinmək sözü ölmək mənasında işlənə bilir. Bir də yola getmək mənasında işlənir. Məsələn, deyirəm ki, mən filan kəslə yaxşı keçinə bilmirəm, yəni yola gedə bilmirəm, yaşaya bilmirəm onunla. Bu mənada işlənə bilir. Bu da amonim söz kimi götürülə bilər. Daha sonra növbəti suala baxırıq. 11-ci sual. Amonimdir. Deməli deyir, cərgələrdən birində söz verilən tələblərin heç birini ödəmir. Verilmiş sözlərdən biri tələblərin heç birini ödəmir. Ayaq sözü amonim deyil. Bunu ödəmir. İsim və feil kimi işlənə bilir. Bunu da ödəmir. Çünki ancaq isim kimi işlənə bilir. Çox mənalı deyil. Bunu da ödəmir. Çox mənalı sözdür çünki. Çürü sözü amonimdir. Bunu ödədi. İsim və feil kimi işlənir. Bunu da ödədi. Çox mənalı deyil. Bunu da ödədi. Daha sonra zəif sözü amonimdir. Amonim deyil. İsim və feil kimi işlənir. Bu da deyil. Çox mənalı deyil. Bəli. Bunu da ödəmir. Deməli, amonimdir. Zəif sözü, ayaq sözü amonimdir. Amonimdir. Amonim deyil. İsim və feil kimi işlənir. Ayaq işlənmir. Bunu da ödəmir. Çox mənalı söz deyil. Ayaq sözü çox mənalı sözdür. Çox mənalı söz deyil, deyir deyə bunu da ödəmir. Deməli, zəif söz. Axı, burada 2 dənə söz uyğun gəlir. Zəif sözü ilə ayaq sözü. Testə baxarıq. Kök sözü amonimdir. Bəli, amonimdir. Bunu ödədi. Deməli, cavabımız zərif və ayağın arasında qaldıq. Zəif. Zəif sözün biz çox mənalı söz kimi götürə bilərik. Məsələn, zəif düşüncə. Biz bunu məcaziləşdirə bilirik. Çox mənalı söz kimi götürə bilərik. Çox mənalı söz deyil deyirsə, bunu ödəmir. İsim və feil kimi işlənir. Zəif sözün isim və feil kimi işlədə bilmirik. Bu ancaq sifət kimi işlənə bilir. Amonimdir deyirsə, bu da yanlışdır. Burada 2 variantın ikisi də uyğun gəlir. Həm A variantı, həm də C variantı. Hər ikisi uyğun gəlirlər. Sonra baxaq növbəti suala. 12-ci suala baxaq. Hansı cümlədə fərqləndirilmiş söz həm amonimlik, həm də çox mənalılıq xüsusiyyətinə malikdir? Çöl sözü
yalnız çöl mənasında işlənir, çöl düz mənasında işlənir. Xəbər sözü amonim sözdür. Bir cümlə üzvü kimi xəbər, mübtəda və xəbər. Digəri isə xəbər, yəni gündəlik dilimizdə işlətdiyimiz xəbər sözü. Bu amonim söz kimi işlənə bilir. Qol sözü. Qol sözünü biz həm bayaq izah elədim testdə, həm çoxmənalı söz kimi işlədə bilirik, həm də amonim söz kimi işlədə bilirik. Buna görə də cavabımız olacaq C variantı. Şirin sözü. Şirin sözünü də biz amonim kimi işlədə bilmirik, amma çoxmənalı kimi işlədə bilirik, çünki məcaziləşdirə bilirik. Elə testin özündə məcazi mənada işlənib şirin nəğmə. 13-ə baxırıq. Klasteri tamamlayın deyir. Üst sözü, kök sözü, bir də dolu sözü işlənib. Klasteri tamamlayın. Deməli, həm çoxmənalı, həm də amonim söz kimi işlənə bilən sözlərdir. Bunların hər biri. Kök sözünü biz tərəvəz mənasında, eyni zamanda kök adam və ağacın kökü mənasında işlədiriksə, bunlar amonim kimi işlənir. Bir də deyirəm ki, ağacın kökü, sözün kökü, insanın kökü, bu tipli işlədirəmsə mən bunu, bu da olacaq çoxmənalı. Üst sözü bir üzmək mənasında, suda üzmək, bir nə isə qoparmaq mənasında, məsələn deyirəm ki, tutaq ki, nə isə üzdüm, qopartdım mənasında, bir də üz insanın üzü mənasında işlənə bilir. Bu halda olur amonim sözlər. Bir də deyirəm ki, ürəyimi üzdüm, bu da olur məcaziləşmiş forması, məcaziləşdiyi halda da çoxmənalı kimi götürə bilirik sözləri. Dolu sözləri də, dolu sözünü də biz amonim kimi, yəni məsələn dolu vedrə, bir də yağan dolu mənasında amonim kimi götürürük. Bir də deyirəm ki, dolu, məsələn bunu mən indi sifət mənasını, dolu vedrə mənasını, bunu mən məcaziləşdirə bilirəm. Məsələn deyirəm ki, ürəyim doludur. Bu zaman məcazi mənada işlənir və çoxmənalı söz kimi işlənə bilir. Sonra baxırıq cavab variantlarına. Burada tut sözü var. Tut sözü yediyimiz meyvə mənasında işlənən tut. Meyvə mənası isimdir. Bir də nə isə tutmaq. Bu da feildir. Bu amonim kimi götürüləcək. Bir də deyirəm ki, arzu tutmaq, dilək tutmaq. Bu tipli işlənəndə məcazi mənada işlənir. Bu zamanda biz bunu çoxmənalı söz kimi götürə bilərik. Cavab variantımız olacaq A variantı. Növbəti suala baxaq. 14-cü suala. Məna tayları müxtəlif nitq hissəsinə aid olan amonimlər istəyir bizdən. Elə cavabımız A variantıdır. Bunların hər birini sizə izah eləmişəm. Kürü, sarı və biz sözləri. B variantında təsnif sözü sizə qaranlıq qala bilər. Təsnif sözü, uşaqlar, bir qrup mənasında işlənir. Bir də muğamda işlənir. Məsələn, muğam təsnifi amonim söz kimi işlənə bilir. Məcazi mənada işlədə bilmədiyimizə görə çoxmənalılıq yaratmır. Nəticə sözü bir nəyinsə sonu, nəticəsi. Bir də nəvə nəticə olur, həmin nəticə. İki cür işlənə bildiyinə görə bunu da amonim söz kimi götürürük. Al sözü bir almaq mənasında, bir də qırmızı mənasında işlənir. Al məsələn yanaq, qırmızı yanaq mənasında işlənir. Amonimdir. Şamı izah etmişəm. Quru sözünü də izah etmişəm. Topu da izah etmişəm. Bir dənə oxşamaq sözü qalıb. Oxşamaq bənzəmək mənasında işlənə bilir. Bir də ki, tumarlamaq mənasında işlənir. Məsələn, kiminsə saçını oxşamaq, tumarlamaq mənasında. Bunu da siz götürəcəksiniz amonim söz kimi. Növbəti suala baxaq. 15-ci sual. Həm amonimlik, həm də çoxmənalılıq xüsusiyyətinə malik olan sözlər istəyir bizdən. Qol sözü həm amonim, həm çoxmənalı sözdür. Yar sözü çoxmənalı və amonim sözdür. Dolu sözü də həm çoxmənalı, həm də amonim söz kimi işlənə bilir. Dolu və qol sözlərini izah etmişdim sizə. Yar sözünü də izah eləyək. Bir sevgili mənasında işlənə bilir. Bir də yarmaq, parçalamaq mənasında. Yarmaq. Amonim kimi işləndi. Çoxmənalılığı isə bu yarmaq mənasıdır, çoxmənalılıq. Məsələn, deyirəm ki, filankəsin ürəyi yarıldı. Yəni, qorxmaq mənasında, parçalanmaq mənasını biz amonim kimi götürə bilərik. Növbəti suala baxaq. Məna tayları eyni hissəsinə aid olan amonimlər cərgəsini istəyir bizdən. Bu da A variantına baxaq. Top sözün hər iki mənada isimdir. Yəni, silah mənasında, bir də oynadığımız top. Oxşamaq, bənzəmək mənasında və tumarlamaq mənasında hər ikisi feildilər. Bir də uçmaq, qanad açıb uçmaq mənasında, bir də uçulmaq, yəni dağılmaq mənasında. Deyirəm, divar uçdu, ev uçdu. Bax, bu mənada işlənəndə də hər iki mənası feil olur.
və amonim söz kimi işlənə bilir. Cavabımız olacaq A variantı. 17-yə baxaq. Həm amonim, həm də çoxmənalı olan sözlərin cərgəsini müəyyən eləyin. Həm amonim, həm də çoxmənalı söz kimi işlənə bilən. Cavabımız olacaq burada C variantı. Üz sözünü bayaq izah etdim, yarıda izah etdim. Yol sözünü də yol. Bir getdiyimiz yol, bir də yolmaq mənasında, yəni üzmək mənasında işlənir. Eyni zamanda getdiyimiz yol mənası məcaziləşə bilir. Həyat yolu, ömür yolu bu tipli işləndiyi halda biz bunu məcazi mənada götürə bilirik və çoxmənalılıq yaradır. Cavabımız olacaq C variantı. Növbəti suala baxaq. Klasteri tamamlayın. Məna taylarının müxtəlif nitq hissəsinə aid olan amonimdir. Məna tayları müxtəlif nitq hissəsini istəyir bizdən. Müxtəlif nitq hissəsini istəyirsə, demək ki, cavabımız olacaq D variantı. Bunu izah etmişəm sizə. Bir dənə balaq sözünü də izah eləyək. Balaq şalvarın balağı ətək mənasında işlənir. Bir də camışın balasına deyirlər balaq. Bu da amonimdir, amma hər ikisi eyni nitq hissəsinə aid olduğuna görə balaq sözünü götürmürük. Şam və oxşamağı da demişəm. Kürü sözünü də izah etmişəm əvvəlki testlərdə. Hansı söz amonim deyil? Oxşamaqdır, alışmaqdır, keçinməkdir. Bunların üçünü də izah etmişəm amonim mənalarını. Qovurma sözünü isə dedik ki, vurğusuna görə fərqlənən sözləri biz amonim götürmürük. Qovurma sona düşəndə isim mənasını verir. Qovurma yedim. Sona düşür. Bir də deyirəm ki, məsələn, əti qovurma. Bu zamansa vurun üstünə düşür. Vurğular da fərqləndiyinə görə biz bunları amonim söz kimi götürmürük. Sonra 20-ci suala baxırıq. Məna taylarından biri isim, digəri sifət kimi işlənən sözü istəyir bizdən. İsim və sifət kimi işlənən söz cavabımız olacaq kök sözü. Bunun da izahını əvvəlki testlərdə vermişəm. 1. Kök adam mənasında, şişman mənasında. Bir də ağacın kökü və tərəvəz olan yediyimiz kök mənasında isim kimi işlənir. 21-ə baxırıq. Feil və isim kimi işlənən amonim sözlərin verildiyi bəndi müəyyən edin. Feil və isim. Cavab variantımız olacaq. Baxaq. Deməli, B variantı. B variantı. Tala sözünü əvvəlki testdə izah etmişəm. Çat sözünü də izah etmişəm. Yara sözünü də izah etmişəm. Burada sizə qaranlıq qalan, məsələn, yağ sözü ola bilər. Əvvəlki testlərdə olmayıb bu. Yağ sözü bir yediyimiz yağ mənasında isim kimi işlənir. Bir yağmaq feili. Nəticə və incini əvvəlki testdə izah etmişdim. Sonra əqrəb sözü var burada. Saatın əqrəbi, bir də heyvan, bildiyimiz suda yaşayan heyvan olan əqrəb. Hər ikisi isimdilər. Oxu sözü həm isim kimi işlənə bilir, həm feil kimi işlənə bilir. Sonra burada qax sözü var. Qax quru, qurudulmuş nəyəsə deyilir. Meyvə ola bilər, ət ola bilər və yaxud da hər hansısa bir qidanın qurumuş halına qax deyirlər. Bir də çırpmaq mənasında, vurmaq mənasında deyirəm ki, filan şeyi kiminsə necə deyim, başına qalxdı, yəni vurdu, vurmaq mənasında işlənir. Həm vurmaq, həm də quru mənasında işlənir. Yəni həm sifət kimi işlənə bilir, isim kimi eyni zamanda götürə bilərik biz bunu, isimləşə bilər. Bir də qalxmaq feil kimi işlənə bilir. Çay sözü hər halda isim kimi işlənir. İçdiyimiz çay və axan çay. Şam sözünü də izah etmişəm. Cavabımız olacaq B variantı. 22-ci testə baxaq. Klasteri tamamlayın. Oxşar əlamət oxşar əşya və ya hərəkət bildirir. Oxşarlıq görən kimi anında siz bunu gedib çoxmənalı söz götürə bilərsiniz. Bir çoxu bədən üzvlərinin adı ilə bağlı olur. Məna tayları eyni hissəsinə aid olur. Təbii ki, çoxmənalı sözlərdən danışır. 23. Klasteri tamamlayın. Top, divan və gül amonimdir. Çoxmənalı söz kimi işlənə bilmir. Cavab variantımız olacaq burada da B variantı. Çünki digərlərini biz çoxmənalı söz kimi işlədə bilirik. Yəni məcaziləşdirə bilirik. Avar sözü isə ancaq amonim kimi işlənə bilir. Millət adı, bir də avar çəkmək, yəni gəmidə və yaxud da qayıqda avar çəkmək mənasında işlədildiyi halda bu ancaq çoxmənalı amonim söz kimi götürülə bilər. Ağız, yay, quru həm amonim, həm də çoxmənalı söz kimi işlədilə bilir. Həm amonim, həm də çoxmənalı söz kimi işlədilə bilən söz dolu sözüdür. Bunu da əvvəlki testlərimizdə sizə izah etmişəm. Sillogizmi tamamlayın. Sillogizmi tamamlayırıq. Deməli, vurğusunu dəyişməklə mənası dəyişən sözlər amonim sayılmır. Şaxta, dimdik sözləri
vurğusu dəyişməklə mənası dəyişən sözlərdir. Demək ki, şaxta və dimdik sözləri amonim söz kimi götürülməyəcək. Ona görə cavabımız olacaq burada C variantı. Növbəti suallara baxırıq. 26. Nümunədəki fərqləndirilmiş sözlər bir-biri ilə münasibətdə nə sayılır? Qızım götür qələm, yaz, ölkəmizə gəldi yaz. Bu yazmaq mənasında işlədilib birinci, yazmaq, feil, digər isə fəsil mənasında işlədilib. Bir-biri ilə əlaqəli olmayan sözlərdir. Ona görə də amonim sözlər götürəcəyik bunları. Daha sonra çoxmənalı sözlərlə amonim sözlərin müqayisəsində hansı fikir Venn diaqramının fərqləndirilmiş hissəsinə, fərqləndirilmiş hissə də bu hissədir, yəni ancaq amonimlərin altına yazıla bilər. Baxaq, yalnız eyni nitq hissəsinə aid olur, bu ancaq çoxmənalılara yazıla bilər. Sözün törəmə mənası əsasında yaranır, bu da çoxmənalılara aiddir. Həm eyni, həm müxtəlif nitq hissəsinə aid olur, bəli, bunu biz amonimlərin altına yaza bilərik. Oxşar əşya əlamət də ancaq çoxmənalılara aiddir. Cavabımız olacaq C variantı. 28-ci suala baxaq. Biri çoxmənalı sözlərdən ibarət cərgəni davam etdirə bilməz. Çoxmənalı sözlər deməli məktəbdir, ayaqdır, qoldur, üzdür. Dil sözü çoxmənalı kimi işlənə bilir, diş sözü çoxmənalı kimi işlənir, ağız sözü də çoxmənalı söz kimi işlənə bilir. Cavabımız olacaq insan sözü. Dil sözünün çoxmənalığı məsələn insanın dili, heyvanın dili həqiqi mənada işlənir. Məsələn qarmonun dili kimi işlədirəmsə, ayaqqabının dili kimi işlədirəmsə məcazi. Məcazi işlədirəmsə də çoxmənalı söz kimi olur. Diş sözü də onun kimi insanın dişi, heyvanın dişi həqiqi mənadadır. Amma desəm ki darağın dişi, mişarın dişi bu zaman məcazi mənada işlədirəm, çoxmənalılıq yaranır. Ağız sözünü desəm ki, insanın ağzı, heyvanın ağzı həqiqi mənadadır. Bir də deyirəm ki, qapının ağzı, qazanın ağzı, bu isə məcazi mənada işlənir və çoxmənalı söz kimi götürə bilərik. 29-a baxaq. Kökləri kəsilmiş ağaclar gürültü ilə yıxılırdı. Cümləsindəki kök sözü hansı cümlədəki kök sözü ilə amonimdir? Burada kök həqiqi mənada işlənib, eyni zamanda ağacın kökü mənasında işlənib. Baxaq. Canımın bir hissəsi vətənimdə hasil olubsa, o bir hissəsi də bu dağların aralarında kök salıbdır. Bu məcazi mənada işlənib, görürsünüz, kök salıb. Canımın bir hissəsi harda kök sala bilər ki? Kök salmaq ağaca aid bir xüsusiyyətdir. Bunu biz məcazi mənalı götürürük. Məcazidirsə, demək ki, ağacın kökü işlənmiş hissə ilə, yəni cümləmizin şərtində, ümumiyyətlə testimizin şərtində verilmiş bu kök sözü ilə A variantındakı kök biri həqiqi, biri məcazi olduğuna görə bunu biz çoxmənalılıq götürəcəyik. Mümkün olsa lap kökündən qaldırıb bir zənn ilə cümlə mətbuatı viran etməli bundan sonra. Burada da mətbuatın kökü mü olur? Olmur. Bu da məcazi mənada işləndiyinə görə B variantında çıxırıq. Bu hadisələrin əsas kökü, hadisənin kökü mü olur? Olmur. Məcazi mənada işlənib, bu da çoxmənalılıqdır. Sən məni bu işdən xilas eləsən, mən sənə hələ bir kök toğluda bağışlaram. Amma kök toğlu işləndiyi halda, toğlu bilirsiniz də nədir? Yəqin ki, qurbanlıq qoyun olur, kəsirlər. Bax, toğlu və yaxud da dişi deyəsən, toğlu. Dişi erkək qoyunlara deyirlər. Bunu biz kök olduğuna görə, həqiqətən kök olduğu ola bilər deyə biz bunu həqiqi mənada götürürük. Eyni zamanda sifət mənasında işlənib. Nitq hissəsi olaraq burada sifətdir. Amma şərtimizdəki kök sözü isə nitq hissəsi olaraq isimdir. İsimdir, digəri sifətdir. Bir-birinə də əlaqəsi olmadığına görə bu sözlərin bunu biz amonim söz kimi götürə bilərik. Ona görə cavab variantımız olacaq D variantı. Növbəti suala baxaq. 30. Hansı cərgədəki sözlər həm amonim, həm də çoxmənalı kimi işlənə bilər? Həm amonim, həm də çoxmənalı kimi. Cavabımız elə olacaq A variantı. Kök sözün, dolu sözünün hər ikisini, eləcə də oxşamaq sözünün hər üçünü izah eləmişəm mən sizə əvvəlki testdə. Ona görə bunları artıq izah etmirəm. Burada sizə qaranlıq qala biləcək söz bir dənə B sözüdür. Əvvəlki testlərdə qarşımıza çıxmayıb. Bir də sat sözüdür, qarşımıza çıxmayıb. B sözü yeri belləmək, yəni o belin alətin adıdır. Yeri bellədiyimiz alətin adıdır. Digəri isə sat sözüdür. Bir saçmaq, yəni işıq saçmaq mənasında. Bir də başımızda olan saç tük mənasında işlənir. Bu amonimdir. B sözünün bir mənasında demədim, insanın beli mənasında da işlənə bilir. Yəni amonim sözlər kimi işlənə bilirlər. Cavabımız olacaq A variantı. Bunların çoxmənalılığını izah eləyim. Oxşamaq məsələn
məcazi mənada işlədə bilərəmsə mən bunu, məsələn, ruhu oxşamaq, könlünü oxşamaq məcazi işlənir. Bu zaman bu çox mənalı kimi götürə bilərik. Dolu sözü və kök sözünü isə əvvəlki testlərimizdə izah etmişəm. Baxırıq növbəti suala, 31-ci sual. Hansı bənddəki cümlələrdə fərqləndirilmiş sözlər bir-biri ilə münasibətdə amonimdir? Amonim olması üçün gərək sözləri bir-birinə əlaqəsi olmasın, oxşarlığı da olmasın. Şeyxin anası çadırın ətəyini qaldırıb, ətək aşağı hissəyə deyirlər. Dağların ətəyi burada da aşağı hissəyə deyirlər. Dağların ətəyi məcazidir, çadırın ətəyi isə həqiqi mənadadır. Bunu biz götürəcəyik çox mənalı söz, amonim deyirlər. Qapı ağzı məcazi mənada işlənib, heyvan ağzında bax, heyvanın ağzı isə həqiqi mənadadır. Bunu da biz çox mənalı götürəcəyik. C-yə baxaq. Basma ayağını bizim torpağa, ilandan, əqrəbdən yar ola bilməz. Əqrəb burada, ilan, əqrəb burada heyvan mənasında işlənib. Saatlarda əqrəb soldan sağa doğru hərəkət edir. Burada isə, bu da həqiqi mənada əqrəbdən söhbət gedir. Heyvan olmayan, yəni digər, məsələn, saatın əqrəbindən söhbət gedir burada. Bunların da bir-birinə əlaqəsi olmadığına görə, eyni cür deyilib yazıldığına görə biz bunları amonim söz kimi götürəcəyik. Bağlar arasıyla uzanan bir yolla gedirdim. Onun həyat yolu məcazidir. Bağlar arasından keçən yol isə həqiqidir. Bunda biz çox mənalı söz götürəcəyik. Ona görə cavabımız olacaq D variantı, C variantı daha doğrusu. Sonra 32-yə baxırıq. Sual işarəsinin yerinə yazıla biləcək sözü müəyyən edin. Amonimlərin leksik məna tayları fərqli hissəsinə aid olsun. Sol sözü, sol bir solmaq mənasında, gül soldu, çiçək soldu, feil. Digəri isə sol tərəf mənasında işlədilə bilir. Başqa nitq hissəsi kimi götürülür hər ikisi, hər iki məna tayı. Deməli, burada bal sözü isim kimi işlənə bilir, hər halda isimdir. Yediyimiz bal, sonra xal mənasında topladığımız bal, bir də bal rəqsi olur, rəqsin adı da hər üçü isim kimi işlənə bilir. Dağ sözü bir yanıq mənasında, kiminsə məsələn əlinə dağ basmışdılar, nə basmışdılar? Dağ. Bir də hündür dağ nəzərdə tutulur, hər ikisi isimdir. Zər də bir bildiyimiz zər, yəni yolkalara qoyuruq üstünə zər, onlara deyirik. Bir də zər olur məsələn nərddə, nərd oyununda kvadrat şəklində, kvadrat qutu şəklində daşlar olur. Üzərində rəqəmlər yazılır, rəqəmdir, sonra nöqtələr olur üzərində. Bax, ona deyirik zər. Hər ikisi isimdir məna olaraq. Sağ sözü isə bir tərəf mənasında işlənir, sağ tərəf. Bir də inək sağmaq mənasında məsələn işlənə bilər. Və yaxud da sağ adam, sağ qalmaq mənasında işlənə bilər. Ayrı-ayrı mənalar verdiyinə görə cavabımız olacaq burada B variantı. B variantını uyğun gətiririk cavab olaraq. Bu qədər uşaqlar. Axşama qədər sizinlə dərsi də paylaşacağım növbəti dərsimizi. Sağ olun, hələlik.